Salam dəyərli izləyicilərim, kanalıma xoş gəldiniz. Mən videolarımın birində alma sirkəsini necə hazırladığımı, süzdüyümü sizlərlə paylaşmışam. Lakin alma sirkəsində sirkə anasının əmələ gəldiyini sizlərlə paylaşmadığım üçün indi onu sizlərlə paylaşmaq istəyirəm. Budur 3 balon alma sirkəsi qoymuşam. Artıq 21 gündən sonra üzərində nazik bir təbəqə əmələ gəlir. Bu təbəqə sirkə anası adlanır. Sirkə anası getdikcə qalınlaşmağa başlayır. 40 günündə isə videodan da gördüyünüz kimi çox gözəl qalınlaşır. Bu da o deməkdir ki, sirkəmiz çox gözəl alınıb. Alma sirkəsinin süzülməsini sizlərlə paylaşdığım üçün təkrarlamıram. Bildiyimiz kimi alma sirkəsinin çox gözəl faydaları var. Buna görə də çalışmaq lazımdır ki, hər bir evdə hazırlanmış alma sirkəsi olsun. Əvvəl paylaşdığım videodan da bildiyiniz kimi mən sirkəni qırmızı mərci və şəkər tozundan istifadə eləyərək hazırladım. Biraz da sirkə tökdüm. Lakin sirkə anası olarsa heç bir ərzağa ehtiyac yoxdur. Sirkə anası ilə hazırlanır. Artıq sirkəmizi süzmüşəm. Sirkə anasını isə bu cür bankaya qoyub üzərinə biraz sirkə əlavə edib soyuducuda saxlayıram. Dəyərli izləyicilərim, əgər kanalıma abunə deyilsinizsə abunə olun. Bəyənib rəy yazmağı unutmayın. Göz haqqınızı halal eləyin. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək ümidi ilə. Hələlik.